Nəzrin 12 yaşım var. Joker maskasını içdirib. Nəzrin 11 yaşı var. Joker maskasını içdirib. Nəzrin, sənin neçə yaşın var ümumiyyətlə? Allah məkanını cənnət etsin. Yəni bir əsgər çəkmək mənim üçün bir qürurdur da. Yəni bunu deməyin, yəni sadəcə şəklini atmağın kifayətdir. Mehrinin işinə baxırıq. Hamısını özüm çəkmişəm deyir. Mehin idi. Mehrin sənə inanıram. Dünən yüklədiyim videom vardı. Yəni indi yenə bir baxaq. Burada məsələn videoda problem olmuşdu. Yəni burada atın ifadəsi, üzü çox maraqlıdır. Öncədən demişdim ha. Üzü tam yerləşdirmə məsələləri, onunla biraz problem yaşayırsınız. Amma dediyim kimi üz hissələrində My Art Life-a baxaq. Portretlərində tam, yəni üzü otuzdura bilmir. Otuzdura bilmir, əvvəlcədən də səslə demişdim. Elə bir göz daha çox sağa, çənə hissəsi daha az qalıb, ağız biraz çölə istiqamətində gedir. Yəni tam da yerində oturmuyor. Onun üçün nə edirsən? Ağız burun məşq edirsən və ümumiyyətlə üzü yerləşdirməyə cəhd edirsən. Sonradan portretə başlayırsan. Bir dəfə belə başlasan, motivasiyadan düşürsən. Amma pis deyil işlərin. Yəni belə də davam elə. Mənim rəsmim necə olub? Xahiş edirəm, videoda da əlavə edərsiniz. Yaşı da 13-dür balacamızın. Quaşla mənzərə işləyib, əladır. Yəni gecə mənzərəsi. Mən mavi rəng üçün ölürəm uşaqlar. Mavi rəngi çox sevirəm. Zaten üstündə də var. Yəni mavi rəng üçün çox xoşduram. Belə işlər görəndə həzz alıram da. Yəni afərin, quaşla işləmişəm, çox qəşəngdir. Şəhanənin işinə baxırıq. Necə olub müəllimə? Mənzərədir, qarlı, çox qəşəngdir. Şəhanə, işlərin adın kimi şəhanədir. Əladır. Çox qəşəngdir. Şəhanə bir neçə dəfə atıb. Yəni də görürük. Yəni ağlasız uşaqlar. Bu da sən türkdür. Hocam heç bir eğitim yox və bu ilk deneyimim. Tamamen kafama göre çizdim. Boyadım nasıl? Yaş 17. Heç rəssamlıqla məşğul olmuyor. Bu formada işləyən biri. İşin çox qəşəngdir. Yağlı boyanı işləmişsən. Amma rəssamlıqla məşğul olmağına baxmayaraq müşahidə qabiliyyətin güclüdür. Nəyə görə deyirəm? İşıq kölgəni qəşəng yerində oturtmuşsan. Küçük prens işləyib. Kətan üzərində çox qəşəngdir. Əladır. Əladır. Yəni əlasan. Yəni çox xoşuma gəldi. Nəriman 13 yaşım var və Van Gogh işləyir. Star Night, yəni ulduzlu gecə. Çox qəşəngdir. Fikir versəniz uşaqlar, özünüz də görəcəksiniz. Bir neçə Van Gogh işini gördük. Yəni eyni əsəri, ulduzlu gecə əsərini. Amma ən çox mən bunu bəyəndim. Yəni çox qəşəngdir. Hər birinizin işi, əməyi çox qəşəngdir. Amma əlbəttə ki, özünüz də görəcəksiniz ki, bu iş çox qəşəngdir. Yaşa görə də əladır. Yağlı boyanı işləyib və kətana çox şirindir. Xavvər 13 yaş. Və hamısının yaş aralığı. Özünüzə fikir versəniz 11, 12, 13. Aralarda böyüklər də var. Necə də xoşdur həqiqətən. Çünki o ərəfələrdə sınma başlayır uşaqlar. 14 yaşında, 15 yaşında 9 sinifsən, qruplara bölürsən, hansı qrupa gedəcəyin bilinir. İstəyirsən, istəmirsən, valideyn deyir, həkim ol, o biri deyir, müəllim ol, bu biri deyir, nə ol. Əlbəttə ki, valideynlərimiz də bizə tövsiyələr verir, amma öz istədiyimizi həmişə arxa plana atırıq. Nə bilim. Hə, getdim haraya. Yəni superdir işlərin. Xarakteri tutmusan, yəni çalışmısan, çəkmək istədiyini və çəkdiyini qoyub. Burun hissəsində problem var. Özün də baxdın. Uşaqlar bəzən biz məsələn mən belə qalmışam, elədir. Dik qalmışam. Bəzən uşaqlar dik qalmış şəkli belə çəkirlər. Başa düşdünüz nə demək istəyirəm? Onun üçün dəfələrlə məşq etmək lazımdır. Ən çətin versə bunu belə çəkməkdir. Belə çəkmək, düz çəkmək asandır. Öndən, fasaddan rahatdır. Profildə rahat olur. Amma belə işləmək, elə bir aşağıya doğru çox çətindir. Yəni çənə hissəsi yuxarı gedir, baş arxa, ənsə hissəsi arxaya gedir. Ən çətin istiqamətdə işlənilən iş bunlardır. Yəni. Amma çox qəşəngdir, ayaq hissəsi. İkinci atdığım iş birinci ilə biraz əlaqəsi, biraz şeydir. Elə bir birini başqa biri işləyib, birini başqa biri. Əgər o köhnə işindirsə, bu versiya gətirmisənsə, əlasan. Amma başqa birinin işidirsə, orada da deyə bilərdim. Çünki nəyə görə deyirəm, ilk baxdığımız iş çox qəşəngdir. Yəni halaldır deyirəm. Qəşəng. Xəbər davam edə bilər.
Xəbər bir neçə dəfə atmışdı elə bir. Elə yadıma gəlir. Çünki adam çox tanış gəlir. Yəni bir neçə nəfər var, yəni xətrinizə dəyməsin uşağı. Deyirsən mənim adımı unutdu. Yəni qətiyyən elə yoxdur. Sadəcə istər-istəməz gündəlik həyat. Yəni ora get, bura get. İstər-istəməz mən bəzən öz adımı yaddan çıxardım. Yəni zarafat bir yana. O qədər yorğun olur adam, gözünü açmaya belə şey eləmirsən də, yəni. Aha, Arzu 13 yaşı var. 13 yaşı var. İlk işin yəni həqiqətən superdir, rənglə işləmirsən. Digərlərinin əksəriyyəti məsələn portretlərdir. Yəni portret işləyəndə uşaqlar dediyim kimi hissələrə bölün, sonradan başlayın. Yəni həqiqətən maraqlıdır. Qəşəngdir. Və quş silsiləsi ilə davam edək. Qartal işləyib. Şahin həqiqətən çox maraqlıdır. Yəni maraqlı olan nədir? Yəni fikirləşin, hər bir əsəri işləyirsən və ona baxmadan işləyirsən. Ən çətini də məhz odur. Fikirləşin, mən sizə deyirəm ki, məsələn, göbələk çək. Bir şeyi baxaraq çəkməklə özündən çəkməyin arasında fərq çox böyükdür. Artıq sən bunu burada yerləşdirmirsən. Bir şeyə baxıb köçürmək asandır. Amma onu zehnində canlandırıb ona təsvir etmək, bu tam başqa bir şeydir. Bir dəfə yadınızda ola bilmirəm. Rəssam ona deyilir ki, başqalarının görə bilmədiyini, öz zehnindəki fikirlərini vərəqə təsvir edə bilən insanlardır. Amma belə hər gördüyünü təsvir edən insanlara da rəssam deyilir. Amma əsl rəssam öz zehnindəkilərini təsvir etməyi bacaran insanlardır. İndi deyəcəksiniz ki, bu sadə rəsmlərdir falan. Heç də elə deməyin, sizə tanınmış insanların əl işlərini göstərəcəm. Yəni, bir sözlə, bu qədər sadəlik içərisində bir mürəkkəblik var əslində. Məsələ odur. Yəni, başa düşdünüz nə demək istədiyimi? Yəni, birinin əziyyətinə sən bu nədir, mən də çəkənəm deyirsənsə, sənin mənəviyyatında problem var. Estetik zövqündə problem var. Bir işə əziyyətə heç vaxt pis deməzlər. Bu insan bir vaxt ayırır. Və öz zövqünü qidalandırmaq üçün bunu, öz estetik zövqünü formalaşdırmaq üçün bu işi görür. Ona görə çox da uzatmayıq. Məncə başa düşdünüz nə demək istədim. Alabaxda. Mən bu quşu heç eşitməmişdim. Yəni çox maraqlıdır. Bu, yəni boyun hissəsindəki o kəmər hissəsinə baxın. Qan hissəsindəki o zigzag hərəkətlər, yəni maraqlıdır. Məsələn, göyərçinin gözləri biraz qorxuducudur, amma maraqlıdır. Amma çox da fikirləşin, ikisi də bir yerdə. Həm çox qorxuducu görsən, həm çox şirin görsən. Qaranquşdur. Mən qaranquşları çox sevirəm. Qaranquşların həmişə bu çənənin alt hissəsində o qırmızı hissədir. Elə bir sanki yaralanmış, boynuna yaxılmış kimi. Amma burada elə onu görmədim. Mən həmişə onu özüm balaca olanda hərdə burada halqa kimi təsvir edirəm ki, həmin qırmızı hissə odur. Amma pis deyil, qəşəngdir. Təsvirdə də bu quşda biraz yırtıcı quş oxşur. Yırtıcı quşların dimdik hissələri belə qıvrıq olur uşaqlar. Yəni kəklik də çox şirindir. Ümumiyyətlə mən kəklikləri ümumiyyətlə görəndə yumru belə topalı bir şey kimi. Burada da onu göstərir, maraqlıdır. Onun çillərini də hətta göstərir. Pinguin də çox şirin. Pinguin ümumiyyətlə yerişi belə ayaq hissələri, qanad hissələri, baş forması, tovuz quşu. Bax, tovuz quşunda o xırda detalları görürsünüz. Əslində bir sadəliyin içində bir mürəkkəbi görürsən. Qağayı da qəşəngdir. Bayquşun məsələn, ümumiyyətlə mən bayquşdan qorxuram. Gözəl belə çox qəribə bir forması var. Ümumiyyətlə deyirəm də, yəni təsvirdən danışmıram. Çox qorxulucu bir heyvandır məncə. Çünki başını burada onurğası yoxdur, fırladır 360 dərəcə yəni. Yəni ona görə biraz qəribə bir quşdur, amma burada da çox qəşəngdir. Ayaqları da biraz qalındır. Tükləri də yəni göstərir. Papuqay işləyir. Papuqayları da xoşlayıram. Dimdik hissəsindən bilinir. Sanki əsərlərində hər bir elementi sadələşdirir, stilizə edir və onu elə o formada təsvir edir. Elə bir beynin filtrində onu keçirdir və o tərəf sat formasında bizi göstərir. Boz sərçədə biraz əsəbi görsənir. Çox şirindir. Şana pipik. Mən həmişə onun pipik hissələrini çox belə iti eləyərdim, elə bir tikan kimi eləyərdim. Yəni də deyərdi, bu nədir, azadlıq heykəlidir falan bir şey deyərdi, zarafat eləyərdi. O yadıma düşdü birbaşa. Yəni işində çox qəşəngdir. Dəvə quşu ən belə xoşuma gəldiyi pinguindir. Dəvə quşu da çox qəşəngdir, ayaq hissələri. Axıra qədər işləsən, onların ayaqları çox uzun olur, bir iri nəhəng. Bir də kəklik də çox xoşuma gəldi. Ümumiyyətlə işlərin çox qəşəngdir. Əllərinizə sağlıq. Əməlli başlı quş silsiləsini gördük, yəni həqiqətən.
Ümumiyyətlə quşları da çox sevirəm. Çünki onlar qanad açıb uzaqlaşa bilirlər, gedə bilirlər. Bəziləri əlbəttə ki, uça bilməyənlər var. Amma yəni həqiqətən çox fərqlidirlər, çox qəşəngdirlər. Yəni xoşum gəlir. Əlbəttə ki, heyvanların hər biri çox qəşəngdir, dəyərlidir. Çünki bu həyatda, bu dünyada onlarla bölüşürük biz. Bölüşürük deyəndə onlar da bu dünyada yaşayır və onlara heç vaxt zərər, xəta verməməliyik. Onlar da bu dünyada yaşayan dilsiz heyvanlardır. Bir sözlə digər seridə görüşənədək.